Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Ən birinci Allah Taala'nın bütün nemətlərinə görə Allaha çoxlu şükürlər olsun. Həqiqətən də biz nə qədər şükür etsək, o qədər azdır. Çünki Allah Taala bizə böyük nemətlər verir və o böyük nemətlərdən birisi İslamdır, hidayətdir, doğru yolda olmaqdır və ikincisi əmin-aman içərisində olmaqdır. Və Allah Taala ölkəmizi əmin-aman içərisində etsin. Allah Taala xalqımızı doğru yola yönətsin, hidayət versin. Və Allah Taala ölkə başımızı qorusun və onu xeyir üzərində etsin, bütün işlərində yardım etsin, gücdə etsin, qalibiyyət versin. Və sonra sevgili qardaşlar, artıq 20-ci orucumuzu əda etdik. Və bugün 21-ci gecədir, Qadir gecəsi başlayır. Daha doğrusu axırıncı 10 gün başlayır. Və bu 10 gün Rasulullah sallallahu aleyhi ve sellem bilirsiniz ki, çoxlu ibadətlər eləyərdi. Amma axırıncı 10 gündə daha çox çalışardı. Daha çox ibadət eləyərdi. Və ailəsini qaldırardı. İbadətə, namaza. Əlbəttə, hər birimiz birinci özümüzü islah etməliyik. Özümüzün üzərində çalışmalıyıq. Allah Taala Quranda da buyurur ki, özünü və ailəni cəhənnəm odundan qoru. Və özünü, yəni birinci özün, sonra ailəndir. Və ailənə gözəl şəkildə dəvət etməlisən. Amma əfsuslar olsun ki, bizim müsəlmanların, yəni istəməyən, paxıllıq eləyən, düşmənlik eləyən, bunu zoraki kimi qəbul edir. Sən öz uşağı müsəlman kimi böyütürsən, müsəlman əqidəsində böyütürsən, yəni dinin üzərində eləyirsən, bunlar elə başa düşür ki, sən məcbur eləyirsən. Yəni, onsuz da insan qəlbi Allahın əlindədir. Yəni, biz uşaqlarımızı istəsən, mecbur belə eləsən də, hər hansı bir dində və hər hansı bir yolda uşağı mecbur da eləsən, o müəyyən bir vaxtdan sonra o öz yolunu tutacaqdır. Yəni, o düzgün fikir deyil birincisi. Nəyə görə? Çünki qəlblər Allahın əlindədir. Şeyx Salih Fovzanın gözəl sözü var. Deyir, sən deyir, övladları tərbiyəsindən məşğul olmalısan, onların əqidəsindən məşğul olmalısan, yəni onları yedizdirib içirdirməkdən başqa da onun əxlaqıyla da məşğul olmalısan. Amma hidayət Allahın əlindədir. Yəni bu Allah Taala'nın əlindədir və o bizim əlimizdə deyil. Onu hansı yola yönətmək Allahın əlindədir. Sadəcə biz yön veririk, sadəcə biz onu nəsihət edirik, deyirik, göstəririk, başa salırıq, əlhəmdülillah. Mühüm, Rasulullah sallallahu aleyhi ve sellem də ailəsini də ibadətlərə qaldırardı gecələr. Yəni gecələrin fəziləti çoxdur, gecə ibadətlərinin. Gecə ibadətləri insanı Allaha yaxınlaşdırır. Günahlarından təmizləyir, günahları eləməyə qoymur. Nur olur uzunda insanın. Və bilirsiniz ki, Ramazanda da gecə namazları var və təravih namazı deyirik. Ümumiyyətlə, bu namaz eyni namazdır, bir namazdır. Təravih namazıdır, gecə namazıdır, təhəccüd namazıdır. Bunların hamısının adı eynidir, bir namazdır. O namaz Rasulullah sallallahu aleyhi ve sellemin həyat yoldaşı, müminlərin anası Ayşə radiyallahu anhadan gələn hadis-i şərifdə buyurur ki, Rasulullah sallallahu aleyhi ve sellem Ramazanda və Ramazandan başqa vaxtlarda 11-13 rükətdən artıq qılmazdı. Yəni ki, 11-13 rükət qılardı gecə namazları. Və gecə namazı işə namazından, sünnətin qıldıqdan sonra, işə namazından sonra sübh namazının, səhər namazının azandan kimidir vaxtı bu namaz. Sadəcə adları müəyyəndir, çünki təravih namazı ancaq Ramazanda deyirlər. Çünki cəmaat namaz qılandan sonra istirahət edir. İstirahət eləyə qılırlar, yəni işi, hissə. Ona görə təravih deyirlər, yəni rahat-rahat. Və bu namaz 11-13 rükətdir. Və məsələ ondadır ki, yəni bu namaz bəzən görürsən ki, ağır gəlir. Nə üçün? Çünki bu namazı həmişə qılmaq lazımdır. Dediyimiz ki, onun fəziləti çoxdur. Çünki Quranda və sünnədə var. Quranda və sünnədə Allah Subhanahu taala onu eləyir, bizə əmr eləyir. Və Allah Taala onları, yəni o kəsləri vəsf eləyir, cənnət əhlinin, onların neymətlərlə olanı, onlar kimlər idi? Onlar deyir, gecə namazlarını qılardılar. Gecə ibadətlər eləyərdilər.
yəni cənnət əhlinin cənnətə girən, nemətləri, Allahdan razılığını qazananlar, yəni bu xeyirli insanlar nədir? Deyir, gecə namazını qılardılar. Və bu namaz hansı ki Ramazanda qılınır, indi bilirsiniz ki qılırıq məscidlərdə və görürsən bəzisinə ağır gəlir. Bu namaz vacib namaz deyil, düzdür, nafilədir. Yəni təhəccüd namazı, gecə namazı, təravih namazı və yaxud da dediyimiz kimi qiyamul leyl, yəni bunlar nədir? Bir namaz, yəni ki 11-13 rükət qılınan namazdır işadan sonra sübh namazının vaxtında azandan kimi və görürsən ki yorulur, görürsən nəsə narahat olur. Çünki hiss olunur ki o daim onda qılmır. Bu yaxşı şey əlamət deyil. Məsələn görürsən orucluq başlayanda, Ramazan ayı başlayanda görürsən bir neçə gün tuta bilmir, əziyyət çəkir. Çünki oruç tutmur, yəni hazırlaşmaq lazımdır. Şaban ayında var, Rasulullah sallallahu aleyhi ve sellem çoxlu oruç tutardı. Və məsələn başqa 1-ci, 4-cü günlər, 13, 14, 15 Ərəfə orucu, Məhərrəm ayında oruc və s. nafilə oruclar. Və nədir? Görürsən ki, ağır, niyə görə ağırdır? Çünki tənbəllik eləyib başqa vaxtlarda. Və həm də insan, dediyim kimi faydalıdır, insan gecə namazı qılanda Allahla təkbətək qalır. Həm də insanlar görmür onu. Kiməsə özünü göstərsin və yaxud da cəmaatla bir yerdə qılanda rahat olur. Amma tək qılanda insanı yuxu basır, tənbəllik basır. Şeytan da vəsvəsə verir əlbəttə. O istəmir ki, o sən fəziləti qazanasan. O dərəcəni qazanasan. Və ona görə də nədir? Görürsən ki, bu məsələdə zəiflik var. Ona görə də çalışmaq lazımdır. Rasulullah sallallahu aleyhi ve sellemə düzdür. Bəzi namazlar ona vacib idi. Ona, xüsusən. Görün o namazlar nədir? Rasulullah sallallahu aleyhi ve sellem də nə qədər namaz qılıb, ibadət eləyib. Amma bizim üçün nədir? Sünnədir və yaxud nafilədir. Və ona görə də bu namazı qoruyub saxlamaq lazımdır. Ramazanda da, Ramazandan sonra da. O namazlar haqqında həmçinin bayaq dediyim kimi Muzammil surəsində də Allah subhanahu taala buyurur ki, ey Əbu Asinə bürünən, dur namaz qıl, gecənin bir hissəsində, ya axır hissəsində biz sən Quranı nazil edəcəyik. Yəni bu ağırdır çox. Yəni Quran nazil olmaq ağırdır. Və Allah Teala onun neynidir? Bu məqama uca olması haqqında deyildi. Və həmçinin Rasulullah sallallahu aleyhi ve sellem də yəni gecə namazı haqqında deyir ki, kim onu qılarsa, Allah Teala onu qoruyar, saxlayar, Allah subhanahu taalaya yaxınlaşar və Allah Teala ona fəzilət verər. Və həmçinin bilirsiniz ki, Quran oxumaq, Quranı xətm eləmək, bu gecələrdə Quranı xətm eləmək lazımdır. Yəni ki, vacib deyil, düzdür. Amma daha yaxşıdır. Quranı kim xətm eləyərsə, onun duası qəbul edər. Ən böyük zikirdir, ən böyük duadır. Yəni, Quran şəfadır. Quran həm şəfaatçidir qiyamət günü. Quran ayətləri həm də, bəzi surələr və nədir? Sənin şəfaatçidir qiyamət günü. Və ona görə yəni, həm Quranı təkrar edirsən, həm ailənlə bir yerdə namaz qılırsan, həm çalışqan olursan və yəni, gecə namazlarında durursan, Allaha yaxınlaşırsan. Düzdür, ağırdır. Və heç vaxt yaddan çıxarmayın ki, asan bir şey yoxdur. Və Allah subhanahu taala sənin üçün asanlaşdırır sonra. Sən özün istədikdə Allah da sənə kömək edir. Sonra nədir? Rahat olur sənin üçün. Hadis-i şərifdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim namaz qılarsa və 10 ayə oxuyarsa Allah Teala onu qafillərdən yazmaz. Kimdir qafil olanlar? Onlar o kəslərdir ki, yəni qafil deyirlər, yəni Allahı zikr etməkdən, Allaha itaət etməkdən nədir? Dua etməkdən Allah Teala onları qafilləməz. Yəni bəzi insanlar var ki, yəni bilmir. Məsələn, dua eləmək lazım. Nəsə bir şey istəyəndə qalır belə. Halbuki onu istəmək lazımdır. Yəni yadından çıxır, hər yola əl atır. Hər bir şey eləyir, amma Allah Teala zikr eləmək, Allahdan dua eləmək yadından çıxır. Deməli, kim 10 ayə oxuyarsa. Bəzən olur ki, görürsən kim deyir 10 ayə deyib, görürsən ən qısa surələri, yəni qısa ayətlər olan surələri əzbərləyir. Bu da yəni 10 ayət o cür əda eləmək olmaz. Yəni ümumən əzbərləsən problem yoxdur. Amma xüsusən əzbərləyirsən ki, mən 10 ayə və yaxud 100 ayə və yaxud 1000 ayə oxuyacağam. Yəni qısa ayətlər seçirsən, yəni seçim eləsən yox, o düzgün deyil. Və ona görə nədir? 10 ayət hardan oxuyursan, hardan əzbərləmirsən, yəni əzbərliyə gedirsən və yaxud da yəni 10 ayət oxuyarsansa, Allah Teala səni nədir? Qafillərdən etməz. Və həmçinin kim 100 ayə oxuyarsa,
Allah Teala onu tövbə eləyənlərdən, Allahdan qorxanlardan, Allah tərəfə qayıdanlardan eləyər. 100 ayə oxuyarsa. Təsəvvür eləyin. Sən də oxuyursan, məsələn, namaz qılırsan, gecə namazları qılırsan. İndi bu hər bir namaza aiddir və xüsusən də gecə namazlarına. Və nədir? Allah Subhanahu taala səni nədir? Qafillərdən etməz. Və həmçinin kim deyir 1000 ayə oxuyarsa, Allah Teala onu böyük bir əcir verər. Elə bil ki, çoxlu sədəqə verən adam, ən çox. Məsələn, qıntar odur ki, elə bil 2 sənə qızıl verən adam, yəni, savabı qazanar, o qədər əcir qazanar. Yəni, böyük bir məbləğdir o. Yəni, o bir paltarın arasında, əskinin arasında böyük bir qızıl topası deməkdir. Yəni, onu elə bil ki, vermiş kimi sayılarsan, 1000 ayət oxu. Yəni, onun əcri qədəri, onun savabı qədəri savab qazanarsan. Və yəni, gecə namazları faydalıdır çox. Və həmçinin 11 rükət qılmaq və nətər ki, dedi, Quranda da Allah Teala buyurur ki, vərətdilil Qur'ana tərtilə. Quranı yəni, yavaş-yavaş oxu, yəni, tərtillə, yəni, asta-asta, yəni, aram-aram oxu. Daha tez-tez oxumaq da olmalı. Ki, tez qutarım bu səhifəni, bu ayəti yox. Yəni, şərt deyil ki, xətm eləyəsən, şərt deyil ki, gündə məsələn bir cüz oxuyasan. Eybi yoxdur, 2 vərəq oxu, ondan faydalan. Və orada nə deyirsə, onu başa düşməyə çalış. Və o imanı qalxsın. Məsələn, indi şükür Allaha tərcümələr də var, nəsə soruşansı adamlar da var. Və yaxud da məsələn, bu cihazlar da var, qulaq asa bilirsən, nə etsə, hansı surəni oxuyursansa, axır anlayışın olur da, başa düşürsən. Və həm də Quran-ı Kərimin çoxsu öyrüd nəsiyyətdir, misal göstərir sənə, hekayələrdir ki, bax, onlardan sənə belə oldu, onlar belə etdilər və yəni, Quran yəni, elmli bir kitabdır, dərin mənası olan bir kitabdır. Və ona görə də bu, yəni, Quran ayıdır, bilirsiniz, Ramazan ayı, axırıncı 10 gündür və bu 10 gecə ən xeyirli gecələrdəndir və Zilhiccə ayının 10 günü ən xeyirli günlərdəndir. Və ona görə də çalışaq ki, yəni, bu 10 günü ibadətlərlə keçirək, namazlarla, zikirlərlə keçirək və ona görə həm də bu ayda bilirsiniz ki, Qadir gecəsi var və tək günlər, bəzən olur ki, tək günləri ancaq dua eləyir və yaxud da cüt günlər elə bil, yox. Bu Qədir gecəsi 1000 aydan xeyirli olan bir gecə hansı günlərdə də Allah bilir, axırıncı 10 gündədir. Yəni 21-i də ola bilər, 22-si də ola bilər, 24-ü də, 23-ü də, yəni tək günlərdə də, cüt günlərdə də ola bilər. Və ən fəzilətli deyilər, yəni daha çox etimad olunan odur ki, tək günlərdədir, ehtimal olunan və ən çox da yəni, ehtimal olunan gecə 27-ci gecəsidir. Allah alim, yəni əl-mühim 10 günü, axırıncı son 10 gecəni çox çalışmaq lazımdır və bunu həm sizə, həm özümə fayda olsun deyə təkrar etdim və biz də çalışaq ki, yəni öz dinimizi öyrənək, sevə-sevə. Yəni öz dinimizi, o namazları qılanda rahat qılmaq lazımdır. Odur namaz, odur ibadət. O zikri eləyəndə, o Quranı oxuyanda, yəni ləzzət almalısan, ondan bacarmalısan. Və əgər sən ləzzət ala bilmirsənsə, deməli, səndə nəsə problem var, onları düzəltməlisən, çalışmalısan öz üzərində. Bəzən olur, görürsən, deyir ki, məsələn, filan kəs deyir, namaz qılır, belə işlər də görür. Görürsən, yəni o artıq o namazı qılmır. Çünki o namazdan ləzzət alan adam, o namazın mükafatını gözləyən adam və əziyyət çəkən adam heç vaxt istəməz ki, onun etdiyi əməl zay olsun. Heç vaxt, nədir, əyri olmaz, heç vaxt yəni, başqa işlər görməz, zidd olan işlər görməz. Və ona görə də biz də bu Ramazandan, yəni oruclarımızdan həzz almalıyıq, ləzzət almalıyıq, ibadətlərimizdən ləzzət almalıyıq. Düzdür, insan yorğun olur, əzgin olur, işi olur, çətindir. Amma heç vaxt rahatlıqla qazanmaq olmur. Nə elmi, nə ibadətləri, nə savabları yəni rahatlıqla qazanmaq olmur. Hər bir şeyin çətinliyi var. Və heç vaxt da minnət qoyma. Yəni dinimizdə minnət qoymaq ümumiyyətlə bəyənilmir. Hər bir şey. Xüsusən də ibadətlərdə. Və Allaha yaxınlaşmaq üçün bacardığınız qədər Allahdan qorxun. Görürsən, Allahdan nə deyib, bacardığınız qədəri və əmr olunan şeyləri yerinə yetirir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur. Deyir, mən sizə nəyə əmr eləmişəmsə, nəyi qadağan eləmişəmsə, ondan çəkinin. Fikir verin, demir, bacardığınız qədər ondan çəkinin. Deyir, ondan çəkinin, nəyi sizə yaxşı şeyləri əmr eləmişəm, yəni,
Onu deyir, bacardığınız qədər yerinə yetirin. Ona görə də biz də çalışmalıyıq, bacardığımız qədər yaxşı işlər görək, ibadətlərimizə möhkəm olaq. Və Allah Teala bizə xeyir qapıları açsın. Allah Teala qardaşın evinə, malına, ailəsinə bərəkət versin. Allah Teala müsəlmanlara kömək olsun. Allah Teala müsəlmanların qəlblərin, səhvlərin, kəlmələrin birləşdirsin, izzətlə etsin. Allah Teala ölkəmizi qorusun, xalqımızı qorusun. Allah Teala qovm əqrəbəmizə, cəmaatımıza, xalqımıza hidayət versin, doğru yola yönətsin, haqq yolda etsin. Allah Teala ölkəmizi xeyr içərisində etsin, əmin-aman içərisində etsin. Allah düşmənlərimizi məhv etsin, öz fitnələrini öz başlarında çatlatsın. Allah Teala ölkə başçımızı qorusun və onu bizim üçün xeyirli etsin, haqqın cəhətçisi etsin və ona sağlamlıq versin, güc qüvvət versin. Allah əskərlərimizi qorusun. Allah ölkəmizin əmin-amanlığını qoruyanları qorusun və bizə xeyir qapıları açsın. Allah Teala bizim ruzumuzu bol, bərəkətli, halal, rahat etsin. Allah Teala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın və Allah Teala bizi həmişə xeyrin əsər etsin və şərdən uzaq etsin, şər əhlindən uzaq etsin. Subhanakallahumma və bihamdik, nəşhədu an la ilahə illə əntə, nəstəğfiruka və natubu ileyk. Allah razı olsun qardaşlar, barakallahu fikum.